Bakıda tikinti şirkəti təmir bərpa zamanı memarlıq abidəsinə ziyan vurub. Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti məlumat yayıb. Məlumata görə Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi 213 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş yaşayış binasının yaxınlığında 2023-cü ildə West Park MMC tərəfindən yeni yaşayış binasının tikintisinin aparılması planlaşdırılıb. Tarixi abidənin yaxınlığında tikinti işləri aparılacağı üçün yeni inşa olunacaq binanın layihəsinə baxılması məqsədilə 29 avqust 2023-cü il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinə müraciət ünvanlanıb. Dövlət Xidmətinin 5 sentyabr 2023-cü il tarixli cavab məktubunda planlaşdırılan tikinti nəticəsində sözü gedən tarixi abidəyə təhlükə yarana biləcəyi nəzərə alınaraq mümkün risklərin qarşısının alınması məqsədilə sözü gedən şirkətin vəsaiti hesabına tarixi binada təmir bərpa işlərinin həyata keçirilməsi tələb olunub. 7 noyabr 2023-cü il tarixində binanın bünövrəsinin gücləndirilməsi, fasad hissəsində, daxili həyətində və dam örtüyündə təmir bərpa işlərinin layihəsi hazırlanıb və qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılıb. Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra şirkət tərəfindən bərpa işlərinə başlanılıb. Lakin təmir bərpa işlərinin gedişi zamanı təsdiq olunmuş layihənin tərəfləri kobud şəkildə pozulub deyə Dövlət Xidmətindən bildirilib. Qeyd olunub ki, Dövlət Xidmətinə təqdim edilərək razılaşdırılan layihədə mövcud ruberoid tipli dam örtüyünün saxlanılması nəzərdə tutulduğu halda şirkət tərəfindən həmin örtük yeni metal kiremit tipli konstruksiya ilə əvəz edilib. Damda yerləşən tüstü və havalandırma bacaları tamamilə qapadılıb və quraşdırılan əlavə konstruksiyalar binanın dayanıqlığına əlavə təhlükə yaradıb. Bu səbəbdən də Dövlət Xidməti tərəfindən işlər dayandırılıb. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib. Nəsimi rayon məhkəməsinin 28 noyabr 2025-ci il tarixli qərarı ilə West Park MMC təqsirli hesab edilib. Abidənin tarixi görkəminə qaytarılması tələbinə West Park MMC tərəfindən layihədən kənar quraşdırılmış dam örtüyü sökülüb və zədələnib. Nəticədə yağan yağış suları sakinlərin mənzillərinə dolub. Binanın dam örtüyünün şirkət tərəfindən tezliklə təmir edilməsi üçün aidiyyəti üzrə tədbirlər görüləcək deyə Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin məlumatında bildirilir.